Deməli, proqramımız ekranda baxırsınız. Ədliyyə Nazirliyinin təqdim etdiyi mobil notariat proqramıdır. Deməli, bu proqramda giriş qaydası və proqramda olan elektron xidmətlərdən istifadə qaydasını Allahın izni ilə izah edəcəm. Burada 3 giriş forması var. Digital loginə tıklayırıq. Buradan bizi hər hansı bir brauzerə yönləndirir. Mən identifikasiya nömrəsindən daxil olacağam. Yəni şəxsiyyət vəsiqəsindən deməli mobil notariata daxil olacağam. İdentifikasiya nömrəsinə tıklayırıq. Burada şəxsiyyət vəsiqəsinin PIN kodunu bu xanaya yazırıq. Alt tərəfə şifrəni yazırıq. Və daxil ol düyməsinə tıklayırıq. Deməli, bizi avtomatik olaraq mobil notariat tətbiqinə yönləndirdi. Burada PIN kod, 4 rəqəmli PIN kod təyin edirik. Yenidən təkrarlayırıq. Barmaq izindən tətbiq edirik və növbəti düyməsini sıxırıq. Budur, artıq deməli mobil notariat proqramına daxil olduq.